Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 26 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə regional liderə qlobal rəğbət. Avropa İttifaqı Azərbaycan münasibətlərində yeni səhifə başlıqlı məqalə dərc edilib. Azərbaycan qlobal proseslərin mərkəzində dayanır. Mühüm qərarların iştirakçısı və təşəbbüskarı olan bir gücdür. Milli maraqlar üzərində qurulmuş ardıcıl və uzaq görən daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyanın diqqət mərkəzinə çevrilib. Artıq regionda Azərbaycanın iştirakı olmadan heç bir strateji layihə həyata keçirilmir. Bu fakt diplomatik uğur, həm də illərlə qurulan güvənin, iqtisadi dayanıqlılığın və siyasi iradənin təntənəsidir. Avropa İttifaqı Azərbaycan tərəfdaşlığı, ittifaq nə qədər səmimidir sualının cavabı isə ikinci səhifəmizdə verilib. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında münasibətlər son 10 illiklər ərzində neo-institusional əməkdaşlıq çərçivəsində formalaşaraq enerji təhlükəsizliyi, nəqliyyat geostrategiyası və regional sabitlik kimi fundamental təməl üzərində inkişaf edib. Lakin bu münasibətlər zahiri konstruktivlik fonunda dərin normativ və strateji dilemmanın içində çırpınır desək, yanılmarıq. Real politikin diktə etdiyi qarşılıqlı əlaqələr Avropa dəyərlərinin tez-tez sərgilədiyi selektiv tətbiqi ilə toqquşur. Qəzetimizin 3-cü səhifəsində isə Prezident İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana Katolik kilsəsində olub. Roma papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib başlıqlı məlumat dərc edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana Katolik kilsəsində olub. Roma papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. Dövlətimizin başçısını və 1-ci xanımı Azərbaycanda Katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekevi qarşılayıb. Azad edilmiş torpaqlara sıx səfərlər diqqətin və qayğının göstəricisidir. Bu yazı isə 4-cü səhifəmizdə yer alıb. Hər səfər praktiki məqsədlərə xidmət edir. Yeni infrastruktur layihələrinin təməli qoyulur. Vətəndaşların rahat həyat şəraitinə dair konkret qərarlar verilir. Bu mühüm səfərlərdən biri də 2021-ci il aprelin 26-sında baş tutub. Prezident İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva həmin gün Cəbrayıl və Zəngilan rayonlarında olublar. 5-ci səhifəmizdə dərc olunan məlumatların başlıqlarını isə sizə təqdim edirik. Azərbaycan İnvestisiya Holdingi Müşahidə Şurasının iclası. Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri müzakirə edilib. Azərbaycan və Avropa İttifaqı saatlar yenidən tutuşdurulur. Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndələrinin görüşü. Azərbaycan ATƏT-lə yeni əməkdaşlıq vektorları müəyyənləşdirir. Başlıqlı məlumat isə 6-cı səhifəmizdə yer alıb. Aprelin 25-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovla ATƏT-in baş katibi Feridun Sinirlioğlu'nun birgə mətbuat konfransı keçirilib. Nazir vurğulayıb ki, Azərbaycan uzun illər ərazi bütövlüyü və suverenliyi prinsiplərinin pozulmasından əziyyət çəkib. Bu, ölkəmizin inkişafına öz mənfi təsirlərini də göstərib. 7-ci səhifəmizdə Mircəlal Paşayev ilə bağlı yazılara həsr olunub. Milli düşüncə tariximizdə silinməz iz qoyan Mircəlal Paşayev başlıqlı məqalədə qeyd olunur. Ötən əsrin əvvəllərindən başlayaraq bir çox tədqiqatçılar Əmin Abid, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Nazim, Mircəlal Paşayev və başqaları klassik irsin öyrənilməsi məqsədi ilə bir neçə istiqamətdə paralel fəaliyyət göstərməyə başlayıblar. 20-ci əsrin ədəbiyyatı, onun tarixi, elmi nəzəri təhlili, poetik xüsusiyyətlərinin dəyərləndirilməsi Mircəlalın irsində əhəmiyyətli yer tutur. Onun Firidun Hüseynovla birlikdə yazdığı 20-ci əsr Azərbaycan ədəbiyyatı dərsliyi elmi əhəmiyyətini çağımıza dək qoruyan məşqlərdəndir. Azərbaycanda ədəbi məktəblər 1905-1917, klassiklər və müasirlər, Cəlil Məmmədquluzadənin realizmi kitablarında da Mircəlal istər 20-ci əsrin bir dövr kimi dəyərləndirilməsi, istərsə də o dövrün mədəniyyəti, mətbuat tarixi, musiqi və incəsənəti ilə bağlı çox əhəmiyyətli qənaətlər söyləmiş, bugün belə öz elmi dəyərini itirməyən nəticələr çıxarmışdır. 8-ci səhifəmizdəki məqaləmizdə Mircəlala həsr olunub. Mircəlal, ürəkləri, düşüncələri fəth edən bənzərsiz müəllim başlıqlı məqalədə isə qeyd olunub ki, bütün yaradıcılığı boyu sevə-sevə müraciət etdiyi, hekayə janrında yaratdığı nümunələrlə oxucuların qəlbinə yol tapan Mircəlalın üslubu özünə məxsus idi. O, sadə, aydın, anlaşıqlı dildə yazır, az sözlə bitkin lövhə yaradır, kiçik dialoqlarla böyük mənalar ifadə edirdi. Şirin yumorla yoğurduğu hekayələr bizi güldürür, güldürdüyü qədər də düşündürürdü. Günün siyasi nəbzi 9-cu səhifəmizdə tutulub. Xankəndi zirvəsində beyin mərkəzləri bir araya gələcək başlığı ilə burada məqalə dərc olunub. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı Xankəndidə keçiriləcək. Artıq bu çərçivədə aparılan hazırlıq işləri öz effektivliyi ilə seçilir.
Martın 14-də Xarici İşlər Naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı forumunda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcidxan ilə görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, fəaliyyətin gücləndirilməsi səyləri, təşkilatın ölkəmizdə keçiriləcək zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub. Hadisələr kontekstinə həsr olunan yazılar da 10-cu səhifəmizdə yer alıb. Bu yazıların başlıqlarını təqdim edirik. Qanunla tənzimlənmə, sui-istifadə hallarına imkan verməyəcək. Qarşılıqlı faydalı əməkdaşlığın mühüm mərhələsi. Fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirə layiqdir. Azərbaycanla tərəfdaşlıq Çinin Cənubi Qafqazda mövqeyini gücləndirir. Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur. Kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər, deyib zərər çəkmiş şəxs. Bu məqalə isə 11-ci səhifəmizdə yer alıb. Zərər çəkmiş şəxs Ağalar Əliyev Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib. O, Ermənistanın Azərbaycana ərazi iddiaları olan vaxt hüquq mühafizə orqanlarında çalışdığını deyib. Miyatsum hərəkatı proseslərinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını xatırlayaraq qeyd edib. Dedilər, ermənilər tələb edirlər ki, Qarabağ Ermənistana verilməlidir. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarının cavabında zərər çəkmiş şəxs qeyd edib ki, əfsuslar olsun, bizim onlara cavab vermək üçün heç nəyimiz yox idi. Onlar isə əksinə, hər şeyləri var idi. 366-cı moto atıcı alay Xankəndidə yerləşirdi. Orada xidmət edən zabitlərin, hərbi qulluqçuların çoxu da erməni idi. İxtira və kəşflər hüququ qanunla qorunur başlıqlı məqalədə 12-ci səhifəmizdə yer alıb. Dünyada 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. 2000-ci il sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Baş Assambleyasının qərarı ilə təsis edilmiş bu əlamətdar günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında konvensiya 1970-ci ilin məhz bu tarixində qüvvəyə minmişdi. Günün siyasi nəbzi tutulan 13-cü səhifəmizdəki məqalələrin başlıqlarını da sizə təqdim edirik ki, bu məqalələrdə Çin-Azərbaycan əlaqələrinə həsr olunub. İki ölkə birlikdə proteksionizmə qarşı. Yeni reallıqlar, çoxtərəfli diplomatiyadan strateji tərəfdaşlığa, Azərbaycanın Çinlə hərtərəfli əlaqələri, geosiyasi dəyişikliklər, İrəvan üçün siyasi-iqtisadi çarəsizlik, sülhə erməni yanaşması, ritorik diplomatiya, praktik militarizm. Bu yazı isə 14-cü səhifəmizdə hadisələr kontekstində rubrikasında yer alıb. Siyasi məntiqin, beynəlxalq hüququn və diplomatik etikanın ciddi şəkildə aşındığı Ermənistanda paradoksal davranışlar artıq normaya çevrilib. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın son bəyanatı ölkənin siyasi rəhbərliyinin reallıqdan hansı dərəcədə uzaq olduğunu bir daha nümayiş etdirir. Azərbaycan mövqelərinə açılan atəşlərin sayında artım müşahidə olunduğu, sərhəddə gərginliyin hər ötən gün intensivləşdiyi bir zamanda Simonyanın danışıqlar dalına dirənməyəcək, müharibə ehtimalı artmayacaq kimi ifadələri ya dərin siyasi illüziyanın nəticəsi, ya da ictimai rəyə yönəlmiş, məqsədli şəkildə dizayn edilmiş informasiya manipulyasiyasıdır. İstanbulu vahiməyə salan zəlzələ başlıqlı məqalədə 15-ci səhifəmizdə yer alıb. 23 aprel tarixində Türkiyənin ən böyük şəhərlərindən biri olan İstanbulda qeydə alınan 6,2 bal gücündə zəlzələ Türkiyənin seismik cəhətdən ən riskli bölgələrindən biri olan Mərmərə regionunun təbii fəlakətlərə qarşı nə dərəcədə həssas olduğunu bir daha gündəmə gətirdi. Son səhifəmizdə bir də belə tanıyaq rubrikasında Francisco Franco və Aleksandr Orlov haqqında məlumatlar öz əksini tapıb. Beləliklə qəzetimizin son səhifəsi hava haqqında məlumatla isə yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.